Bir çox qadınların hamiləlik dönəmində yoldaşım mənə xəyanət edər düşüncələri var. Əslində bu ilkin olaraq qadınların yaşamış olduğu psixoloji, emosional dəyişikliklərindən, eyni zamanda hormonal proseslərin artıq fərqli cür orqanizmə təsirindən də yarana bilər. Amma əgər ailə daxilində xəyanət varsa, bu artıq hamiləlikdən öncəki münasibətlərin təsirinin fonunda da baş verə bilər. Əgər ailə daxilində müəyyən vəziyyətləri dəyişmək istəyirsənsə, hamiləliyi isə buna bir problem kimi qoyursansa, əslində yanlışlığı burada eləyirsən. Münasibətlərdə olan problem hamiləlikdəki vəziyyətlə bağlı deyil. Bu sizin qarşılıqlı olaraq bir-birinizə olan münasibətinizin fonunda yaranıbdır. Əgər bu dönəmi atlatmaq, xüsusən də hamiləlik dönəmini daha rahat, huzurlu və qarşılıqlı anlayış içərisində qayğı ilə keçirtmək istəyirsənsə, bu münasibətin içərisində məsələləri həll eləyəcəyin ailə terapiyasına yazıla bilərsən.